Salam hər kəsə. Bugünkü fizika dərsimizin mövzusu elektrik tutumu, elektrik sahəsi enerjisi olan bölmədən yüklənmiş kondensatorun elektrik sahəsinin enerjisi və enerji sıfırına aid olan testlərin izahından olacaq. Keçək testlərimizin izahından baxaq bir nömrəli testimizə. Deməli, yüklənmiş kondensatorun enerjisi hansı ifadə ilə təyin olunur? Baxın, W bərabərdir, QU bölünsünədir, 2 düsturu ilə təyin olunur. Keçək 2 nömrəli testə. 2 nömrəli testdə də eyni ilə kondensatorun elektrik sahəsinin enerjisi düsturun sonucu yüklənmiş kondensatorun elektrik sahəsinin enerji düsturu. Deməli, W bərabərdir, Q kvadratı bölünsün 2C. Sonra 3-də yüklənmiş kondensatorun elektrik sahəsinin enerjisi W bərabərdir, C kvadratı bölü 2. 4 nömrəli testdə elektrik sahəsinin enerji sıfırı hansı vahidlə ifadə olunur? Ümumiyyətlə, fiziki kəmiyyətin vahidini təyin etmək üçün mütləq onun düsturunu bilməniz vacibdir. Deməli, omega elektrik sahəsinin enerji sıfırıdır. Düstur olaraq W bölünsün həcmdir. Buradan vahidinə çevirsək, enerji vahidi jouldur, həcm vahidi də metrin kubu. Onda biz enerji sıfırı vahidi olaraq alırıq. Joule bölünsün metrin kubu. Cavab olur A variantı. 5 nömrəli testə baxaq. 5 nömrəli testdə kök altında deməli, kök altında nə verib? Kök altında 2 vurulsun W, vur D, bölünsün epsilon, epsilon 0, S düsturu verilib. Deməli, bu D-ni buradan silib kəsrin məxrəcinə asılır. Bu bizə verir kondensatorun tutumunu. Onda biz alırıq kök altında 2W bölünsün C. Şimdi baxın, W elektrik sahəsinin enerjisidir və enerji düsturunun yerinə biz hansı elə bir düsturu yazmalıyıq ki, orada tutum miqdar geçsin. O zaman istifadə edəcəyimiz düstur daha rahat olan, yəni bizə əlverişli olan C kvadratı bölü 2 düsturudur. Məsələn, digər düsturu da yaza bilərsiniz. W bərabərdir Q kvadratı bölü 2C. Məsələn, C kvadratı bölü 2 düsturunu yazsaz, birbaşa cavabı alacaqsınız elə. Niyə görə? Çünki W-nun yerinə kökün altına yazırsınız ki, deməli C U-nun kvadratı bölü 2. Düsturda 1, 2 var, məxrəcdə də C var. C'lər və 2'lər gediriksə, kökdən nə çıxdı? U çıxdı. U nədir? Gərginlik və ya potensiallar fərqi. Cavab olacaq nədir? Cavab olur Y variantı. Sonra baxaq 6 nömrəli testə. 6 nömrəli testdə kök altında bizə verib enerji ıslığını, sonra elektrik sahəsi, dielektrik nüfuzlu. Bu düstur olaraq hansı düstura gəlib çıxacaq? Birbaşa mən düsturu yazıram. Deməli, epsilon, epsilon 0, intensivliyin kvadratı bölünsün, enerji ıslığının belə bir düsturu var idi. Bu düsturdan deməli Y-nin və yaxud da ki enerji ıslığının baxın bu ifadəsini gətirib burada kökün altına yazsaz, epsilon, epsilon sıfırlar, 2'lər, x-lar gedəcək, kökdən çıxacaq elektrik sahəsinin intensivliyi. Doğru cavab olacaq Y variantı. Sonra 7 nömrəli testdə verilmiş tutumlu kondensator deyir. Deməli, verilmiş tutumlu kondensator deyirsə, C-nin qiyməti nə qalır? C-nin qiyməti sabit qalır. Kondensatorun lövhələri arasındakı gərginliyi 5 dəfə artırdılar. Deməli, U oldu 5U. Bu zaman elektrik sahəsinin enerjisi necə dəyişir? Baxın, kəmiyyətləri yazdıq və həmin kəmiyyətlərdən ibarət enerji düsturunu biz götürməliyik. C kvadratı bölü 2. Və bu zaman alırıq ki, W, yəni elektrik sahəsinin enerjisi gərginliyin kvadratı ilə düz mütənasibdir. Gərginlik 5 dəfə artıbsa, bu isə o deməkdir ki, elektrik sahəsinin enerjisi 25 dəfə artıb, yəni 25W1. Baxırıq, 25 dəfə artar. Sonra 8-də isə deyir ki, 5 dəfə azaltdıqda həmin düsturdur. Verilmiş kondensator deyirsə C konstantdır. Gərginlik 5 dəfə azalıb, onda enerji 25 dəfə azalacaq. Eyni düsturdur, yəni baxın, bura qədər eyni düsturdan gedirsiniz, sadəcə indi 5 dəfə azalıb. Enerji 25 dəfə azalacaq. Sonra 9 nömrəli testdə isə adi hesablamadır. Kondensatorun tutumunu verib 2 mikrofarad, mikro 10⁻6 farad əmsaldır. Sonra kondensatorun elektrik sahəsinin enerjisi W bərabərdir 10 millijouldur. Milli 10⁻3 jouldur. Biraz da sadələşdirsə, yəni 10⁻1 deməkdir. Onda biz alırıq burada 10⁻2 joule və soruşur elektrik yükünü Q bərabərdir suala. Deməli, bu üç kəmiyyətin bir yerdə olan enerji düsturu W bərabərdir Q kvadratı bölünsün 2C'dir. Buradan Q'nu tapsaz, deməli 2C vurulsun W düşdü kökün altına və buradan da qiymətləri yerinə yazar. 2 vurulsun C'nin düsturu 2 vurulsun 10⁻6'dır.
Sonra enerji düsturu 10 üstü mənfi 2'dir. Kökdən çıxacaq 2 vurulsun 10 üstü mənfi 4 olsun farad. Elə cavabı elə də saxlayıb. Baxın 2 vur 10 üstü mənfi 4. Daha doğrusu kulon, yükü tapırıq kulon. Mesela bunu mikro kulona keçə bilər. Mikro 10 üstü mənfi 6'dır. Mesela ola bilər ki, mesela cavab gedə bilərdi ki 200 mikro kulonda yaza bilərdi. İndi cavab elə olduğu kimi 2 vurulsun 10 üstü və hətta ki milli. Milliyə keçək olacaq 0,2 0,2 milli kulon ola bilərdi. İndi 2 vur 10 üstü mənfi 4, yəni əmsala çevrilməyib. Sonra baxaq 10 nömrəli test. 10 nömrəli testdə məsələdir. Kondensatorun tutumu verib C bərabərdir 10, pika 10 üstü mənfi 12'dir. 12 faraddır. Buradan onda biraz da sadələşdirsək 10 üstü mənfi 1 farad yazar. Sonra enerji düsturu 8 nanojoul'dur. Nano 10 üstü mənfi 9'dur. Buradan da sadələşdirmə aparsaq 8 vurulsun 10 üstü mənfi 7 joule alırıq. Və soruşur kondensator lövhələri arasındakı gərginliyi U-nun. Üç kəmiyyətin bir yerdə olan düsturu yazırıq. W bərabərdir C kvadratı bölü 2. Buradan U bərabərdir kök altında. 2W bölünsün nə alırıq C. Buradan da U bərabərdir kök altında 2 vurulsun. W'nun qiyməti bizdə 8 vurulsun 10 üstü mənfi 7'dir. Sonra kondensatorun tutumu 10 üstü mənfi 11'dir. Buradan baxın 10 üstü mənfi 7, 10 üstü mənfi 11. Məxrəcdə qalacaq 10 üstü mənfi 4. O da kəsinin surətinə çıxacaq. Deməli 16 vurulsun 10 üstü mənfi 4 müsbət 4 alırıq. Buradan da kökdən çıxacaq 16'dan 4 çıxacaq. 10 üstü 4'dən də 100 çıxacaq. Onda alacaqsınız 400 volt. Deməli 400 volt. Gərginliyin vahidi də voltdur. Sonra 11 nömrəli test. Newton vurulsun kulon. Baxın bu vahidlərlə bağlı testlərdir. Newton vurulsun kulon bölünsün joule vurulsun farad. İndi çalışacağım vahidlərlə bağlı da sizə elə bir ki bir video hazırlayayım. Yəni verilən vahidləri açmaq üçün hansı əlverişli üsullar var. Baxın burada Newton, kulon, joule vurulsun farad var. Məsələn burada Newton'la kulonu saxlayırsınız. Elə buradan joule açacaqsınız. Joule kulon vurulsun voltla aça bilərsiniz. Yəni kulon vur volt deyəndə işin düsturundan A bərabərdir Q vuru düsturu. Kulon vurulsun volt. Niyə görə bundan açdım mesela? Burada kulon gördüm. Ona görə joule kulon vurulsun voltla. Məsələn deyə bilərsiniz ki biz joule'ı Newton vurulsun metrlə də aça bilərsiniz. Bəli, aça bilərik. İndi hələ ki mən kulon vurulsun voltla açdım. Farad. Farad elektrik tutumunun vahididir. Elektrik tutumu vahidi kulon bölünsün voltdur. Buradan da farada açırsınız. Kulon bölünsün voltla. İlə nələr iqtisar getdi? Baxın burada volt iqtisar getdi. Bu volt da getdi. Bu kulondan bu kulon getdi. Onda oldu. Newton bölünsün kulon. Artıq bunu kiçik vahidlərə keçmirsiniz. Bu zaman isə indi əvəz edirsiniz düsturundan. F bölünsün Q. F böl Q bizə verir elektrik sahəsinin intensivliyi Y. Cavab olur hansı variant? Elə cavab da oldu Y variantı. Sonra 12 nömrəli test. 12 nömrəli testdə verilib Newton vurulsun metr voltun kvadratı. İndi isə nə edəcəksiniz? Newton vurulsun metrə joule deyəcəksiniz. Joule vurulsun voltun kvadratı. Joule böl voltun kvadratını. Əgər volt görürəmsə, mən joule-u elektrik bəsinə olan düsturdan istifadə etməklə onu kulon vurulsun voltla əvəz edirəm. Yazıram kulon vurulsun volt, voltun kvadratı. Bu voltla bu volt getdi. Qaldı kulon bölünsün volt. Düstura çevirsək, Q bölünsün U. Oldu elektrik tutumu. Baxın elektrik tutumu. Cavab oldu D variantı. Sonra 13 nömrəli testdən kulonun kvadratı verilib sizə. Baxın kulonun kvadratı bölünsün Newton vurulsun metr. Burada yenə Newton vurulsun metr joule'dur. Buna joule dedim mən. Kulonun kvadratı. Əslində bu düstura gəlib çıxır. İndi burada kulon görürümsə joule'u elektrik bəsinə aid olan düsturla əvəz edirəm. Yəni kulon vurulsun voltla. Kulon vurulsun voltla açanda yazar bura. Kulon vurulsun volt, kulonun kvadratı. Kulondan biri getdiksə qaldı kulon bölünsün volt və düstura çevirdik. Q bölünsün U. Q bölü U nədir? Kondensatorun tutumu. Alırıq kondensatorun tutumu. A variantı. Sonra 14 nömrəli testdə kulonun kvadratı bölünsün farad. İndi burada faradı açmalıyıq. Farad elektrik tutumunun vahididir. Onu əvəz etmək üçün nə eləsə biz elektrik tutumunun düsturunu yadına salır. Q bölünsün U. Deməli mən faradı kulon bölünsün voltla əvəz edə bilərəm. İndi gəlin açaq.
Buraya yazırsınız kulon, məxrəcdə də volt. Volt çıxacaq kəsrin sürətinə. Burada da kulonun kvadratı var. Baxın, bu kulonla bunun bir ixtisar getdi. Volt vurulsun kulon. Volt vurulsun kulon alırıq Q vur U. Q vur nədir? A. Deməli, iş deyə bilərsiniz. Elektrik sahəsinin enerjisi deyə bilərsiniz. Cavab olacaq hansı variant? D variantı. Sonra 15 nömrəli testdə watt vur saniyə bölünsün farad. Watt vur saniyə bizə joule verir. Çünki gücün düsturundan A-nı tapsaq, A bərabərdir güc vurulsun zamandır. Bu watt vurulsun saniyədir və watt vurulsun saniyə joule deyirik və elektrik bəsində də ona kulon vurulsun volt deyəcəksiniz. İdi kök altında watt vur saniyəyə joule, joule da nə dedim? Kulon vurulsun volt. Niyə görə kulon vurulsun volt dedim? Çünki burada farad verir. Farad elektrik tutumunun vahididir. Və elektrik tutumunu da faradı da açırsız kulon bölünsün voltla. Kulonlar ixtisar gedəcək. Volt çıxacaq kəsrin sürətinə olacaq voltun kvadratı. Nəticədə alınır volt. Volt nəyin vahididir? Gərginliyin, potensiallar fərqinin. Məsələn, növbəti dərslərdə keçəcək elektrik hərəkət qüvvəsi deyilən bir kəmiyyət var. Onun vahidi. Deməli, doğru cavab oldu burada. Y variantı. Sonra 16 nömrəli testdə baxırsınız. Kökün altında Newton vurulsun metr farad verilib. Deməli, uşaqlar, burada Newton vur metr joule-dur. Bu da oldu farad. Farad elektrik tutumunun vahididir. Faradı açırsınız. Kulon bölünsün voltla. Onda biz joule-u nə ilə açacaq? Joule açacaq. Kulon vurulsun voltla. Yenə qeyd edirəm ki, elektrik bəsində joule, Q vurulsun U düsturu, işin düsturu. Burada kulonlar getdi, kökdən çıxdı volt. Volt oldu nəyin? Volt neçə kəmiyyətə vahid gedəcək. Elektrik gərginliyin vahidi, elektrik potensialın vahidi, potensiallar fərqi, sonra cərəyan mənbəyinin elektrik hərəkət qüvvəsinin vahidi. Burada görək nə gedir adı, burada gedir elektrik gərginliyinin vahidi. C variantı. 16-da oldu C variantı. Sonra 17 nömrəli testdə vahidlərdən ibarətdir. Deməli, verib kulonun kvadratı watt vur saniyə. Watt vur saniyə joule-dur. İndi biz nə etdik? Kulonun kvadratı böl joule. Joule açırsız nədir? Elektrik bəsi olduğuna görə kulon vurulsun voltla. Bu da kulonun kvadratı. Kulonlar ixtisar getdi. Kulon bölünsün volt. Nəticəni düstura çevirirsiniz. Kulon yükün vahididir. Volt da gərginliyin vahididir. Q bölü alırıq elektrik tutumu. Cavab olur Y variantı. Sonra 18 nömrəli testdə. 18 nömrəli testdə isə indi nələr verilib? Diqqətlə bax. Demək, kilogram vurulsun metrin kvadratı, saniyənin kvadratı verilib. Burada da farad vurulsun volt verib. Əvvəlcə nə edəcək? Baxın, kilogram vur metrin kvadratı, saniyənin kvadratı joule-un beynəlxalq sistemdəki vahidlərlə ifadəsidir. Yəni onu yığırsınız. Yazısı joule vurulsun, joule bölünsün, farad vur volt. İndi buradan joule açırsınız. Kulon vurulsun voltla. Faradı da açırsınız. Kulon bölünsün voltla. Bu da volt. Baxın, buradan bu volt getdi ixtisar. Bu kulonla kulon getdi. Qaldı volt. Deməli, volt nəyin vahidi oldu? Elektrik gərginliyi. Y variantı. Yenə qeyd edirəm. Deməli, joule-u biz məsələnin şərtinə uyğun Newton vur metrlə aça bilərik. Watt vurulsun saniyə ilə. Elektrik bəsidirsə kulon vurulsun voltla. Sırf beynəlxalq sistemin vahidləridirsə kinetik enerjinin düsturu mv kvadratı bölü 2, yəni metrin kvadratı və saniyə kvadratı. Yəni bu A həm də enerji də gedəcək, fərqi yoxdur. Burada Fs düsturudur, burada Nt düsturudur, burada da Q vurulsun O. Bu isə mv kvadratı bölü 2. Hətta maqnit sahəsi keçəcək. Maqnit sahəsində də aça bilərsiniz Weber vurulsun amperlə. Baxaq 19 nömrəli testdə. Watt vur saniyə. Baxaq. Farad vurulsun volt, vurulsun metr. Deməli, watt vur saniyə nədir? Joule-dur. Joule-a nə deyəcəksiniz? Kulon vurulsun volt. Gəlin yazaq. Faradı açacaqsınız. Kulon bölünsün voltla. Burada da volt, burada da metr. Aha. İndi nə oldu? Bu voltla bu volt getdi. Kulon getdi. Qaldı. Volt böl metr. İndi çevirin düstura. Burada voltu açmağa getməyin. Volt bölünsün metr. Yəni U böl D. U böldə elektrik sahəsinin intensivliyinin vahididir. Məsələn, burada mən elə kulon vurulsun volt, joule-u Newton vur metrlə də açardım. Onda qalacaqdı F böl Q. Deməli, biz nə tapdıq burada? Biz tapdıq elektrik sahəsinin intensivi. Doğru cavabımız oldu B variantı. 20 nömrəli test isə qrafikin qurulmasıdır.
Qrafik kurulan zaman düstur seçimi diqqətli olmalı, düsturu düzgün seçməyə diqqətli olması. Bir verilmiş kondensator. Verilmiş kondensator deyirsə, deməli tutumu burada sabit götürüb, konstant götürüb. Yəni biz elə bir düstur seçməliyik ki, orada C olsun. W-dur, bir də U-dur. Bu üç kəmiyyətin bir yerdə olan düsturuna yazırsınız. Deməli W bərabərdir C kvadratı böl 2. C sabitdir və biz alırıq ki, W burada gərginliyin kvadratı ilə düz mütənasibdir. Doğru cavabımız olacaq C variantı. Sonra 21 nömrəli testdə lövhələr arasında gərginliyin sabit qiymətində. Onu yazırsınız ki, U konstant. Lövhələr arasındakı gərginliyin sabit qiymətində enerjinin kondensatorun tutumundan asılı qrafikini. Mütləq qrafiklər quranda kəmiyyətləri yazıb, həmin kəmiyyətlərdən ibarət əlaqə düsturunu çıxarırsınız. Əlaqə düsturunu çıxarandan sonra qrafiki qurursunuz. Deməli, U getdi sabit, 2 də əmsaldır. W burada C ilə düz mütənasibdir. Ona görə cavab olacaq C variantı. Koordinat başlanğıcından keçən düz xətt götürürük. 22 nömrəli testdə verilmiş kondensatorun elektrik sahəsinin enerjisinin onun yükündən. Verilmiş kondensator deyirsə C-ni yazırsınız sabitdir. Sonra yükdən asılı qrafiki, deməli W-dur, bir də Q-dur. Buradan alırıq W bərabərdir. Düsturumuz Q kvadratı bölünsün 2C. Və buradan da enerjini W burada Q-nün kvadratı ilə düz mütənasibdir. Kvadrat olduğuna görə parabola olacaq. Olacaq Y variantı. 22 nömrəli test. Sonra 23 nömrəli testdə yükün verilmiş qiymətində. Yükün verilmiş qiymətini deyilsə Q-nü konstant götürür. Yəni Q sabitdir. W var, bir də C var. Kəmiyyətlər yazandan sonra düstur çıxarırsınız. Düstur olaraq çıxaracaqsınız Q kvadratı bölü 2C. İndi Q sabit 2 əmsaldır. WC ilə tərs mütənasibdir. Olacaq hansı əyri? Baxın, hiperbola əyrisi. 24 nömrəli testimizə baxaq. Deməli, kondensatorun yükünün, yəni Q-nün U-dan asılı qrafiki verildi. Qrafiki görə hansı fiziki kəmiyyətlərin qiymətini təyin etməklə. Deməli, Q var, bir də U var. Q ilə U varsa biz nəyə tapa bilərik? Kondensatorun tutumunu C bərabərdir Q böl U. Sonra Q ilə U varsa biz elektrik sahəsinin enerjisini hesablaya bilərik. Yəni QU bölünsün nədir? 2. Deməli, bir tutumu tapa bilərik. Bir də elektrik sahəsinin enerjisini 1, bir də 2. Doğru cavabımız olacaq B variantı. Baxaq növbəti səhifəmizə. Növbəti səhifədə də baxın, 25 nömrəli testdə də oxşar tipli testi. Həmin testdə də bizdən nə soruşur? Kondensatorun köynəkləri arasındakı potensiallar fərqinə və yükə görə qrafikə görə hansı fiziki kəmiyyət? Deməli, Q var, U var. Q ilə U varsa tutum hesablaya bilərsiniz. Q ilə U varsa enerji hesablayarsınız. Məsələn, bax, bunun altını rəngləyəsəniz elə. Üçbucağın sahəsi elektrik sahəsinin enerjisinin düsturunu verir. QU bölünsün 2, enerjisılığı yox. Oldu 1, 2. 1, 2 də hansı variantdadır? D variantında. 26. Elektrik sahəsinin enerjisılığının vahidini əsas vahidlərlə ifadə et. Bunun üçün enerjisılığın düsturunu yazırsınız. Elektrik sahəsinin enerjisi W bölünsün həcmdir. Yəni joule bölünsün metrin kubu. Buraya yazaq joule böl metrin kubu. Beynəlxalq sistemə gətirmək üçün burada joule kinetik enerjinin düsturundan kiloqram vurulsun metrin kvadratı böl saniyənin kvadratı. Məxrəcdə də metrin kubu var. Baxın, bu tamam kvadrat getdi. Burada yalnız 1 qaldı. Kiloqram bölünsün metr vur saniyənin kvadratı. D variantı. Sonra 27 nömrəli testdə vahidlərlə bağlı bir testdə kök altında joule vurulsun farad. Baxın, joule vurulsun farad. Burada joule açacaqsınız. Deməli, elektrik bəsi olduğuna görə mən joule açıram kulon vurulsun voltla. Yəni, Q vurulsun U düsturuna. Faradı da açırıq kulon bölünsün voltla. Yəni, baxın, düsturunu yazıram indeksinə. Q bölünsün U düsturuna. Yəni, sizə yenə tövsiyə edirəm ki, vahidləri açanda mütləq onların düsturlarından istifadə edin. Həm düstur yadınızda qalacaq, həm də vahid sizə rahat olacaq. Kulon, kulon. Kulonun kvadratı kökdən çıxdı kulon. Kulon nəyin vahididir? Elektrik yükünün vahidi. Gəlin, baxaq burada hanı? A variantı. 28 nömrəli testdə kondensatorun elektrik sahəsinin enerjisini yükdən asılı qrafiki verilir və bizdən soruşur kondensatorun tutumunu. Deməli, düstur olaraq götürürük Q kvadratı bölünsün 2C düsturunu və buradan C'ni tapırsınız. C bərabərdir. Q kvadratı bölünsün yazırıq 2W. Buradan Q bərabərdir.
Hə, Q'nun qiymətini götürsün. Məsələn, istənilən qiyməti, tutaq ki, mən elə 6-nı götürdüm. 6'nın kvadratı 36 eləyəcək. Mikro 10 üstü mənfi 6'dır. Kvadrat olacaq 10 üstü mənfi 12. 2 vurulsun. Deməli, enerjini onda 12 götürürəm. 2 vurulsun 12'yi. Orada da millidir. Milli de 10 üstü mənfi 3'dür. Burada 2 ilə 36'nı x'lar aparsaq, neçə alırıq? Alırıq burada 18. Bunu da 2'ye yenə x'lar aparsaq, burada 6, burada 9 alsaq. 9'u da 6'ya bölsək, alırsınız 1/5. 10 üstü mənfi 3 də surəti 10 üstü mənfi 3 ilə mənfi getsə, 10 üstü mənfi 9 aldıq. 10 üstü mənfi 9 farad. 10 üstü mənfi 9 da nanofaraddır. Onda alırıq 1/5 nanofarad. Alırıq B variantı. Sonra 29 nömrəli testdə deməli, verilmiş kondensatorun yükünü 2 dəfə artırdıqda, verilmiş kondensator deyəndə tutumun qiyməti burada sabit qalır. Sonra yükü 2 dəfə artırır. Yəni Q2 bərabərdir 2Q1. Bu zaman onun enerjisi 240 joule artır. Yəni W2 bərabərdir W1 üstəgələn yazısız 240 joule. Enerjinin başlanğıc qiymətini tapmalıyıq. W1'i tapmalıyıq. Düstur olaraq birinci düsturu qeyd etməli. W bərabərdir 2 kvadratı bölü 2C. C'nin sabit qiymətində W Q'nun kvadratı ilə düz mütənasibdir. Q burada 2 dəfə artıbsa, deməli enerji 4 dəfə artıb. W2 bərabərdir 4W1. Buradan W2'nin qiymətinə baxın, gətirib burada yerinə yazırsınız. Yazırsınız 4W1 bərabərdir W1 üstəgəl nə yazırız? 240. Buradan birinci, yəni W1'i qarşı tərəfə keçirsiniz. 3W1 bərabərdir 240'a. Buradan da enerjinin başlanğıc qiyməti nə qədər olacaq? 80 joule. Oldu nədir? C variantı. Sonra 30 nömrəli testdən kök altında watt vur saniyə vurulsun farad var. Baxın, watt vur saniyə joule deyək. Yazaq joule vurulsun farad. Sonra joule'a deyək kulon vurulsun volt. Farada da deyək kulon bölünsün volt. Buradan voltlar x'lar getdi. Kökdən çıxdı kulon. Kulon oldu. Nəyin? Elektrik yükünün vahidi. Oldu C variantı. Sonra 31 nömrəli testdən deməli, müsbət nöqtəvi yük, müstəvi kondensator lövhələri arasında ki, birciz elektrik sahəsində ABC trayektoriyası üzrə sabit sürətlə hərəkət etdirilir. Yükün potensial, bu sahədəki yükün potensial enerjisinin zamandan asılı qrafiki hansıdır? İndi baxırıq bura. Deməli, götürək burada müsbət yük buradadır. Baxın, müsbət yük buradadır. A nöqtəsindən hara gəlir? A nöqtəsindən B nöqtəsinə gəlir. A nöqtəsindən B nöqtəsinə gələndə, yəni potensialı müsbət olan, baxın, onu bax bu tərəfə bir qüvvə çəkir. Qüvvə ilə sürətin istiqaməti üst-üstə düşdüyündən, baxın, üst-üstə düşür. Bu zaman o sahədə müsbət iş görür. Sahədə o müsbət iş gördüyündən, yəni A bərabərdir müsbət QU-dur. Sahədə müsbət iş gördüyündən onun potensial enerjisi azalır. Çünki potensial enerji haqqında teoremimiz var. W potensial bərabərdir mənfi A-ya. Axı indi iş burada müsbət oldu. Zərrəcik müsbət iş gördü. Ona görə burada potensial 2 bərabərdir. Potensial 1 çıxısı nə alırıq? A alırıq. Sonra isə digər halda isə B-dən C-yə gəldi. Baxın, B-dən C-yə gələndə, yəni eyni potensiallı nöqtələr arasında hərəkət edirsə, məsələn, bunu yazdıq hansı hissə üçün? AB hissəsində. Yəni, müxtəlif potensiallı nöqtə arasında hərəkət edəndə iş görür, özü tapdıq, müsbət iş gördü. Müsbət iş gördüyünə görə potensial enerjisi azaldı, teoremi tətbiq etdik. BC nöqtələri arasında hərəkət edəndə isə, yəni eyni potensiallı nöqtə arasında hərəkət edəndə, onun gördüyü iş sıfıra bərabərdir. Görülən iş sıfıra bərabərdirsə, həmin hissədə potensial enerjinin dəyişməsi də sıfırdır və həmin hissədə onda qiyməti də nə qalacaq? Qiyməti qalacaq sabit. İndi bax, yazdıqlarımıza qrafik quracaqsınız. Elə gəlin qrafikin özündən gedək. Biz buranı silək bir dəqiqə. İndi buna uyğun orada baxın qrafiki görəcəksiniz. Baxaq. Baxaq buna uyğun qrafikimizə. Biraz belə saxlayaq. Deməli, birinci halda baxın, potensial enerjinin buradakı zamandan A'nın yerinə Fs, S'in də yerinə Vt yaza bilərsiniz. Çünki bərabər sürətlə hərəkət qoyub orada. Deməli, W potensial, burada yazırsınız T. Deməli, burada azaldı.
Baxın, azaldı, mənfidir. Sonra isə nə qaldı? Sonra qaldı sabit. Deməli, doğru cavabımız oldu. Hansı variant? Doğru cavabımız oldu. A variantı oldu. Bir də baxın, hərəkət edən, deməli, müsbət nöqtəvi yük, müsbət nöqtəvi yük hərəkət etdi. Cavab aldıq. Hansı variant? A variantı. Sonra 32 nömrəli testə baxırsınız. Müstəvi kondensatorun yükünü artırılır. Deməli, Q artdı. Baxın, Q artdı. Kondensatorun lövhələri arasında gərginlik artacaq. Bəli, gərginlik də artacaq. Çünki tutum Q-dən asılıdır. Onunla düz mütənasibdir. Gərginlik artdı. Sonra azalır, səhvdir. Kondensatorun elektrik tutumu bu dəyişməyəcək. Tutum artır, azalır, səhvdir. Bəs enerji. Buradan yazacaqsa enerji düsturu Q kvadratı bölünsün 2C düsturuna. Çünki tutum yükdən asılı deyil. Yükün qiyməti artırsa enerjinin qiyməti də artacaq. Olacaq 5. Cavab olacaq 1, 5. Sonra 33 nömrəli test. Müstəvi kondensatorun yükünü azaltdıqda. İndi Q azaldı. Q-yə görə dəyişən kəmiyyəti. Deməli, gərginlik dəyişə bilər. Elektrik sahəsinin enerjisi dəyişə bilər. Amma tutum nə qalacaq? Tutum sabit qalacaq. Çünki tutumun özünün tabi olduğu düstur var. Epsilon sonra S böl D düsturu. Yəni, Q-yə görə dəyişməyəcək. İndi o burada Q ilə düz mütənasibdir. Enerji də Q kvadratı ilə düz mütənasibdir. Q-nin kvadratı ilə. Yəni, düstur olaraq yazacaqsınız ki, W bərabərdir. Q kvadratı bölünsün nə düsturunu yazacaqsınız? 2C düsturunu yazacaqsınız. Baxaq, deməli, Q azaldı. Gərginliyin qiyməti azalır. Çünki yükü azaltdılar. Baxın, yük azalır yazılıb. Tutum dəyişməz səhvdir. Yəni, burada artar, azalır yazılıb. Ona görə deyim ki, bunları götürə bilmərik. Enerjinin qiyməti də azalacaq. Çünki Q kvadratı ilə düz mütənasibdir. Olacaq 6. Cavab olacaq 2, 1 də nədir? 2, 1 də 6. Sonra 34 nömrəli testə baxırıq. Deməli, elektrik tutumu 4 mikrofarad. Tutumu verib bizə 4 vurulsun. Onun üstü neçədir? Mənfi 6 farad. Yükü isə verib neçə? 4 vurulsun. 0,4 vurulsun. Onun üstü mənfi 3. Biraz da sadələşdirsək, gəlin yazaq 4 vurulsun. Onun üstü mənfi 4 yazaq. Bir elektrik sahəsinin enerjisini tap. Deməli, W bərabərdir Q kvadratı bölünsün. Nə yazırıq? 2C düsturunu yazırıq. Yəni, elə bu variantı yazacağım mən. Deməli, 0,4'ün kvadratı eləcək. 0,16. Burada da 10 üstü mənfi 3'dürsə kvadrata qüvvətə yüksəlsə 10 üstü mənfi 6. 2 vurulsun, 4 vurulsun. 10 üstü neçə alırıq? 10 üstü mənfi 6. Burada neçə idi bizdə? Milli idi. Burada cavabı milli ilə göstərib. Gəlin baxaq. 10 üstü mənfi 6. Bəli, olacaq 10 üstü. 10 üstü mənfi 6 ilə 10 üstü mənfi 6 getdi. Burada olacaq 2 vurulsun 4, 8. Burada alacaqsınız neçə? 0,100'dən neçə alacaqsınız? 0,2. 0,2 alacaqsınız. Yəni, buradan vergülü sizə belə yazaq. Birbaşa deməli. 16 vurulsun, 10 üstü mənfi 2 yazacağım mən. Burada da yazırıq 8. Deməli, biz nə alırıq burada? 2 vurulsun, bir dəqiqə burada 0,2. Deməli, 2 vurulsun, 10 üstü mənfi 2. Biz alırıq joule. Cavab milliyə keçməlidir. Milli 10 üstü mənfi 3'dür. Onda bunu 10 üstü mənfi 3'ə bölürsünüz. Ondan alırsınız 20 milli joule. Aydın oldu. Sonra baxaq 35 nömrəli testə. Elektrik tutumu verib C-ni. C-ni verib 6 mikrofarad. Mikro 10 üstü mənfi 6'dır. Gərginlik verilib 100. Və soruşur elektrik sahəsinin enerjisi. Cavab da milli joule-la getməlidir. Düstur olaraq yazırıq C kvadratı bölü 2. Buradan da 6 vurulsun 10 üstü mənfi 6. 10 üstü 100'ün kvadratı, yəni 10 üstü 4 olacaq. 100 10 üstü 2'dir. Burada da bölürük nədir? 2'yə. Cavabda burada nə qalacaq? Deməli, 3 vurulsun 10 üstü mənfi 2 joule-dur. Cavab milli joule-a keçməli. Milli joule-a keçmək üçün 10 üstü mənfi 3'ə bölüb bunun yanına bir milli yazırsınız. Onda cavab alırsınız 30 milli joule. Çünki 10 üstü mənfi 2, burada mənfi 1 qalır. O da surətə çıxacaq. Müsbət 30 milli joule. Baxaq 36 nömrəli testə. 36 nömrəli testdə deməli, bizə nə verilib? Kondensatorun lövhələri arasındakı gərginliyi 60 volt artırdılar. Deməli, O2 bərabərdir. O1 üstə gəlinə yazırıq 60. Bu zaman aydındır ki, kondensatorun tutumu dəyişməz qalacaq. C konstant, o gərginliyə görə dəyişmir. Enerjisi 16 dəfə artmışdır. W2 bərabərdir 16 W1. Gərginliyin başlanğıc qiymətini deyir hesabla. O1 bərabərdir suala. Düstur olaraq yazırıq W bərabərdir.
C kvadratı bölünsün 2. Yəni bax bu şərtə diqqətli olursunuz. Deməli enerjini 16 dəfə artırmaq üçün enerji gərginliyin kvadratı ilə düz mütənasibdir. Deməli gərginliyi 4 dəfə artırmalı. Gərginlik U2 bərabərdir 4U1. İndi U2-ni tapdıq nə? 4U1. Bu U2 də bərabərdir şərtdə verib U1 üstəgəl 60. Bu ikiləri bərabərləşdirsə, yəni 4U1 bərabərdir. U1 üstəgəl nə yazırsınız? 60. Baxın bu 1'dir. Bu 1 keçir bura 3U1. 3U1 bərabərdir 60'a. Buradan da U1 bərabərdir 60'ı 3'ə bölürsünüz. Neçə alırsınız? Alırsınız 20 volt. Deməli cavab oldu. Gərginliyin ilkin qiyməti nə qədərdir? Gərginliyin ilkin qiyməti 20 voltdur. Deməli, keçən növbəti səhifədə artıq testimiz yoxdur. Deməli, biz baxdıq nədir? Elektrik tutumu, elektrik sahəsinin enerjisi bölməsindən, həmin bölmədən elə bir ki, ikinci bölmənin testlərinə baxdıq. Bugünlük bu qədər. Sağ olun. Deməli, növbəti elektrik tutumu ilə bağlı videoları da çəkəcəm. Onları da izləyəcəm.